Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biri olan toyuq ləvəngisinin hazırlanma qaydasını göstərirəm. Ləvənginin hazırlanması üçün bizə lazımdır qoz. Qozun yarısını mən blenderdə xırda, digər yarısını isə tam üyütmüşəm. Videoda görürsünüz. Soğanların da qabığını soyub, yuyub, doğramışam. Ət maşınında və yaxud doğrayıcı blenderdə çəkirik. Bez dəsmal götürürük, çəkdiyimiz soğanı əlavə eləyib, dəsmalı bükürük, arasında sıxaraq soğanın tam acı suyunu çıxardırıq. Görürsünüz nə qədər acı suyu çıxır. Qab götürürük, soğanı əlavə elədik. İndi də üzərinə qoz, duz, üyüdülmüş keşniş toxumu, alça pastası və qara istiot əlavə eləyib yaxşı qarışdırırıq. Əziz izləyicilər, mən qara istiotdan istifadə eləmədim. Budur, ləvəngi hazırdır. İndi içliyi hissələrə bölürük. Məndə bu reseptdən 3 hissə alındı. Pingvin kuluqları götürürük, yerləşdiririk, ağzını bərk bağlayıb, dondurucuda saxlayırıq. Lazım olduqda işlədirik. İndi də keçək toyuğun hazırlanmasına. Toyuğu əvvəlcədən yumuşam, suyu tam süzüldükdən də sonra videoda görürsünüz, safet kağızla qurulayıram. 1-2 yerindən də bıçaqla deşirik. Qab götürürük, alça pastası, duz və qara istiot əlavə eləyib qarışdırırıq. Bu qarışımı da toyuğun iç hissəsinə çəkirik. Əziz izləyicilər, mən öz üsulumla hazırlayıram. Necə hazırlayıram? Mən onu göstərirəm. Bütün gedişatları çalışdım ki, sizin hamınıza göstərim. Açıqlamada videonun alt hissəsində bütün resepti yazacağım. Yəni qədərini, dəqiqliyinə siz oradan istifadə eləyərsiniz. İndi də içliyi yerləşdiririk. Toyuğun içliyi çox olduqda dadlı olur. Boğazı da toyuğun iç hissəsinə yerləşdirdim, yəni qurumasın. Sonra toyuğun aşağı hissəsində dərinə bıçaqla çəltirik, yəni kəsirik. Ayaqları X formada düzəldirik. Qab götürürük, duz, alça pastası, su və duru yağ əlavə eləyirik. Həll olunana qədər qarışdırırıq. Soba qabına əlavə elədik qarışımı. Toyuğun üzərinə duz töküb yaxşı-yaxşı yedirdirik. Yəni hər tərəfini duzlayırıq. Öncədən isidilmiş sobada alt-üst rejimdə 200 dərəcədə pişiririk. Saata baxırıq. Əzizlərim, 50 dəqiqədən sonra toyuğu sobadan çıxardıb üzərinə kərə yağı çəkirik. Hər tərəfinə kərə yağı çəkib yenə sobaya qoyuruq. Üzəri qızarandan sonra azca alça pastası çəkib 5 dəqiqə sobada saxlayıb götürürük. Baxın əzizlərim, görün necə gözəl alınıb. Biraz gözlədim, soyudu. İndi servis eləmək üçün doğrayırıq. Yəni iç hissəsini göstərmək üçün.
Demək, əzizlərim, bişmə müddəti 1 saat 20 dəqiqə oldu. İnanın, bütün ətri, qoxusu mətbəxi bürüyüb. Baxın, gör necə gözəl alınıb. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Əgər videomu bəyəndinizsə, like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.